Yengeç bürcü 18 yanvar 2026-cı il. Siz adət etdiyinizdən daha inadkar, tez qızışan və səbirsiz olacaqsınız. Bütün qoçlar çətin və qeyri-müəyyən vəziyyətə düşəndə düzgün davranış xəttini seçə, istədiyiniz nəticəyə çatmaq üçün necə hərəkət etməli olduğunuzu anlaya bilməyəcək. Gənc qoçlar təxribatlara uyub çətin vəziyyətə düşmək riski daşıyırlar. Daha uğurlu günü isə sağlam məntiqin səsinə qulaq asanların və sınanmış müttəfiqlərin məsləhətlərini dinləyənlərin payına düşəcək. İmkanlarınızı düzgün qiymətləndirsəniz və hər məqsədə dərhal çatmağın mümkün olmadığını qəbul etsəniz, bir çox itkilərdən qaça bilərsiniz. Həm də ətrafınızdakilərdən şərtsiz dəstək gözləməyin. Böyük ehtimalla ideya və təklifləriniz əvvəlcə skeptik qarşılanacaq. Buğa bürcü 18 yanvar 2026-cı il. Siz lazım olduğundan daha çox tələsib bu gərgin gündə özünüzü gücdən sala bilərsiniz. Emosional gərginlik çox yüksək olacaq. Xüsusən də bugün hansısa vacib işi bitirməyi və ya üzərində uzun müddət düşündüyünüz məsələləri həll etməyi planlaşdıran buğalarda. Əsas məqsədləri müəyyənləşdirib prioritetləri mümkün qədər düzün. Bu, artıq səs-küydən qaçmağa, mənfi təsirə uymamağa və yaxşı heç nə vəd etməyən təkliflərdən tez imtina etməyə kömək edəcək. Əkizlər bürcü 18 yanvar 2026-cı il. Bütün planlaşdırdığınız ciddi işləri kənara qoyub daha sadə və daha xoş nəsə ilə məşğul olmaq istəyəcəksiniz. Bugün bir çox əkizlərin diqqəti toplaması çətin olacaq. Fürsət düşdükcə yayınacaq ya da ümumiyyətlə həll edilməli olduqları tapşırıqları haqqında yox, başqa şeylər barədə düşünəcəklər. Təəssüf ki, bu cansıxan səhvlərə gətirib çıxara bilər. Nəzərə alın, vaxtında düzəltməsəniz, bu səhvlərin xoşa gəlməz nəticələri ola bilər. Yenə də əvvəl qurduğunuz planlara sadiq qalmağa çalışın. Elə işlər varsa ki, məhz bu gün bitirmək arzu olunandır. Bunu etməyə çalışın. Ətrafdakılar zahirdə razılaşmaları bir tərəfli dəyişməyinizə və müddətləri uzatmağınıza sakit yanaşa bilərlər. Amma tərəfdaş kimi etibarlılığınıza şübhə etməyə başlayacaqlar. Xərçəng bürcü 18 yanvar 2026-cı il. Gücünüzü olduğundan artıq qiymətləndirməyin. Bu, iş və digər faydalı məşğuliyyətlər üçün çox əlverişli gündür. Planlaşdırdığınızdan daha çox iş görməyə şansınız var. Siz heç bir dəyərli fürsəti qaçırmamağa çalışacaqsınız. Amma günün sonunda elə yorula bilərsiniz ki, əldə etdiyiniz uğurlara sevinməyə belə halınız qalmasın. Yaxınlıqda sizə köməkçi ola biləcək birinin olub-olmadığını düşünün. Köhnə dostlardan kimsə minnət gözləmədən bu rolu məmnuniyyət üzərinə götürəcək. Şəxsi münasibətlər baxımından da gün uğurludur. Görüşlər yaxşı keçəcək. Bəzi xərçənglərin romantik sürprizlər gözləyir. Yeni tanışlıqlara qarşı deyilsinizsə, peşəkar və ya əyləncə tədbirlərinə gedin. Dərhal xoş təəssürat yaradacağınız çox maraqlı insanlarla rastlaşmaq ehtimalı var. Şir bürcü 18 yanvar 2026-cı il. Eyni anda bir neçə işlə məşğul olmaq lazım gələcək. Bu kifayət qədər çətindir. Əvvəllər işə fokuslana bilən şirlər bugün bəzi məişət məsələlərində vaxt ayırmalı olacaqlar. Hər şeyin öhdəsindən gəlsəniz də bu çox güc aparacaq və əhvalınıza da yaxşı təsir etməyəcək. Bir çox şir adət etdiyinizdən daha səb olacaq. Üstəlik əvvəllər yarım sözdən anladığınız insanlarla bir tapmaqda çətinləşəcək. Bugün maliyyə məsələlərində ehtiyatlılıq tələb olunur. Pulla bağlı hər şeydə, istər sizin, istər başqasının vəsaiti olsun, səhv ehtimalı böyükdür. Əvvəldən planlaşdırılmayan alış-veriş arzu olunmazdır. Əgər sözləşmə bağlayırsınızsa, sənədləri bir daha yoxlamağa vaxt tapın. Qız bürcü 18 yanvar 2026-cı il. Tək başına işləmək bacarığınız sizə çox lazım olacaq. Günün birinci yarısında çətin məsələləri tək həll etməli. Hamı sizin planla razılaşana qədər gözləmədən məsuliyyəti üzərinizə götürməli olacaqsınız. Ümumilikdə gün yorucu keçəcək. Çünki işlər gözlədiyinizdən çox olacaq. Həmkarlar və rəhbərliklə fikir ayrılıqları istisna deyil. Peşəkar mövzularda mübahisələr sizi xeyli yora, çox enerji ala bilər. Danışıqlar üçün bugün elə də əlverişli deyil. Maliyyə məsələlərini həll etmək, sözləşmə bağlamaq üçün də uyğun sayılmır. Uğursuz alışlar və boş yerə xərclər mümkündür. Böyük məbləğlər olmasa da yenə də havaya pul sovurmaq adamı incidəcək. Tərəzi bürcü 18 yanvar 2026-cı il.
Gün mühüm hadisələr gətirə bilər. Buna görə sakit qalmaq çətin olacaq. Bəzi tərəzilər ciddi qərarlar verməli olacaq. Amma məsləhətləşməyə kimsə tapılmayacaq. Belə hallarda emosiyaları cilovlamaq, sağlam məntiqin səsinə qulaq asmaq və prioritetləri düzgün müəyyənləşdirmək çox vacibdir. Xırdalıqlara həddindən artıq önəm vermək və ya asan düzələn səhvlərə ilişib qalmaq səhv olar. Yaranan çətinliklərin çoxunu çeviklik və istənilən işi, o cümlədən rutin və darıxdırıcı tapşırıqları yaradıcı həll etmə bacarığınız sayəsində aşacaqsınız. Nəsə yeni öyrənmək və ya təcrübəsini bölüşməyə hazır insanlarla tanış olmaq şansınız olacaq. Fürsəti qaçırmayın. Əqrəb bürcü 18 yanvar 2026-cı il. Bugünü asan və xoş adlandırmaq çətindir. Bununla belə mənfi tendensiyaların təsiri güclü olmayacaq və ciddi problemlər də böyük ehtimalla yaranmayacaq. Sadəcə siz hər çətinliyə həddindən artıq kəskin reaksiya verəcəksiniz və ümumi mənzərəni də bu korlayacaq. Planları yolda dəyişmək məcburiyyəti ən hassas əqrəbləri qıcıqlandıra bilər. Hər istədiyini mütləq etdirən əqrəblər isə kiminsə kömək etmək istəməsinə əsəbləşəcəklər. Gün ərzində qayğıları bir kənara qoyub özünüzü toparlamaq üçün hər fürsətdən istifadə edin. Özünüzü xırda bir şeylə sevindirin, sizi dəstəkləyən adamla danışın, mühiti dəyişin və ya sadəcə biraz dincəlin. Özünüzü yaxşı hiss edən kimi yeni imkanları görmək daha asan olacaq. Oxatan bürcü 18 yanvar 2026-cı il. İşdə nəzərə çarpan uğurlar qazana bilərsiniz. Xüsusən də yaradıcılıq və qeyri-standart baxış tələb edən işlərin öhdəsindən çox yaxşı gələcəksiniz. Bir çoxları ideyalarınızı bəyənəcək, amma tənqid də az eşitməyəcəksiniz. Çox sərt iradlardan inciməməyə çalışın. Onların içində sağlam bir məqam tapın. İstisna deyil ki, həqiqətən də orada faydalı fikir var. Planlaşdırma və yoxlamaların aparılması ilə bağlı işlərdə də gün pis deyil. Burada xırda detallara diqqət etmək və onların hansının önəmli ola biləcəyini dərhal anlamaq bacarığınız sizə çox kömək edəcək. Oğlaq bürcü 18 yanvar 2026-cı il. Gün gərgin olacaq. İş tapşırıqları gözlədiyinizdən çox olacaq. Başqa işlər də diqqət tələb edə bilər. İntuisiya səsinə qulaq asın. O, prioritetləri düzgün qurmağa, ilk növbədə nəyə başlamalı olduğunuzu, nələri isə sonraya saxlamağın daha yaxşı olduğunu anlamağa kömək edəcək. Gücünüzü düzgün qiymətləndirin. Hər şeyə birdən girişməyin. Bir çox oğlağa bəzi işləri bugün bitirə bilməyəcəyini qəbul etmək çətin olacaq. Amma kiçik gecikmənin xoşa gəlməz nəticəsi olmayacaq. İşgüzar və şəxsi münasibətləri qarışdırmamaq vacibdir. Peşəkar və ya maliyyə maraqları olan yerdə simpatiya və antipatiyaya arxalanmayın. Həmçinin həmkarlarla flört etmək və ya dostlarla birlikdə biznes layihəsinə başlamaq üçün də gün uyğun deyil. Dolça bürcü 18 yanvar 2026-cı il. Gün parlaq və ümidverici olacaq. Sizə çoxlu canlı emosiyalar bəxş edəcək. Yeni bir işə başlayan dolçalar ilk uğurlarını tez əldə edəcəklər. Əvvəldən qalan işləri tamamlamağa fokuslananlar isə bir çox məsələnin nə qədər asan həll olunduğuna təəccüblənəcəklər. Faydalı tanışlıqlar istisna deyil. Bugün başlayan danışıqlar məhsuldar keçəcək. Ola bilsin ki, məhz onların sayəsində peşəkar inkişaf və gəlirin artması üçün imkanlar açılacaq. Ünsiyyətdə seçici olmağa çalışın. Ətrafınızda çox müxtəlif insanlar olacaq. Hər kəsə etibar etmək olmaz. Həqiqətən vacib görüşləri uzun müddətdir sizi dəstəkləyən və heç vaxt yarı yolda qoymayan insanlarla müzakirə edin. Həm sizi daim tələsdirən, ürəyinizə yatmayan işlərlə məşğul olmağa çağıranlarla çox vaxt keçirməyin. Belə adamlar sizi şübhəli bir işin içinə sala bilər. Balıqlar bürcü 18 yanvar 2026-cı il. Gün sizi sevindirəcək. Xoş sürprizlər, yaxşı xəbərlər, imtina etmək istəməyəcəyiniz təkliflər ehtimalı böyükdür. Uğurlu təsadüflər sayəsində bəzi balıqlar çoxdan düşündüyü bir işi reallaşdıracaq və ya yeni cəsarətli ideyanı həyata keçirəcək. Sizdən tələb olunan əsas şey boşlamaq, buludlarda gəzmək deyil. Planlaşdırılan işlərin və hədəflərinizin vacibliyini yadda saxlamaqdır. Maraqlı tanışlıqlar, əvvəllər haqqında çox yaxşı sözlər eşitdiyiniz insanlarla görüşlər mümkündür. İşgüzar və ya dostluq münasibətlərinin başlanğıcı istisna deyil. Romantik maraq da mümkündür. Xüsusən son vaxtlar özünü biraz tənha hiss edən balıqlarda.